Salam. Deməli, uşaqların əməllər sırasında ən çox səhv elədiyi misallar var. Bunlardan birinə baxaq. Deməli, uşaqlar əməllər sırasında birinci qüvvətləri həll edirsiniz. İlk işimiz qüvvətləri həll eləməkdir. Yəni, -1 üstü 11. Üst 11 təkdə axı, onda sizin cavabınız olacaq -1 üstəcək. -4-ün kubu qüvvəti təkdirsə cavabın mənfi olacaq. -64 böl. -2-nin kubu yenə qüvvətimiz təkdir. Olacaq 8. Belə yazılmalıdır. -8. Çıx, burada qüvvət yoxdur. Olduğu kimi yazırım. İndi ikinci işimiz uşaqlar. Baxın, bölmələr və vurmalar həll olunmalıdır. Sonra əməllər ardıcıllıqla yerinə yetirilməlidir. -64-ü -8-ə böləndə eləyir 8. -7-ni 3-ə vuranda eləyir -21. Misalımız necə oldu? -1 üstəcələk 8. Çıx -21. 2 mənfi bizə müsbət verir. -1 üstəcələk 8 plus 21. Burada da mən həmişə uşaqlara deyirəm. Müsbətləri 1, mənfiləri 1 topla. Müsbət 8, müsbət 21. Verir mənə müsbət 29. -1 üstəcələk 29. Cavabımız olur 28.